Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir. Studiyada doktor Tutu Zeynalovadır. Bugün növbəti maraqlı qonağımızla çox maraqlı bir mövzu ətrafında söhbət edəcəyik. Mən hər zaman deyirəm ki, aparıcıya veriliş maraqsızdırsa, tamaşaçıya dünəndən maraqsızdır. Bugünkü mövzu şəxsən mənə çox maraqlıdır. Çünki bəzən olur, mən həyatımda da, ətrafımda da, ailə üzvlərimdə də rast gəlmişəm belə bir problemi. Səbəbsiz qızdırmalardan danışacağıq və yaxud ümumiyyətlə qızdırma problemi, bu problem nə vaxt təhlükəlidir, nə vaxt çox biz hiperdiaqnostikadan məşğul oluruq. İstənilən halda bütün bu sualların cavabını ən çox yəqin ki, qızdırmalı xəstələr görən həm Türkiyədə, həm Azərbaycanda bu xəstələrlə tez-tez rastlaşan həkim infeksionist və kliniki mikrobioloq doktor Vasif Əliyev studiyamızın qonağıdır və gəlin görək qızdırma səbəbləri, nə vaxt təşvişə düşək, nə vaxt arxayın olaq. Xoş gəlmisiniz. Xoş gördük. Bilmirəm, girişi düz elədim yoxsa yox. Qızdırma yəqin ki, hər zaman təhlükəlidir əslində. Təbii ki, qızdırma əslində bilinən bir simptomdur. Hansı ki, artıq bu simptomun altında bir çox xəstəliklər də yatır. Və bəzən qızdırma xəstəliyi əslində deyilən bir xəstəlik yoxdur. Sadəcə bir simptomdur. Yəni, mütləq bunun altda yatan bir xəstəliyini araşdırmaq lazımdır. Ümumiyyətlə, və bunlardan da ən təhlükəlisi səbəbi bilinməyən qızdırmadır və bu elmi adı da bu şəkildə gedir. Amma təbii ki, bu diaqnozu qoymaq üçün mütləq bir araşdırmalardan keçmək lazımdır. Yəni, hər qızdırmaya bir səbəbi bilinməyən qızdırma deyə bilməli. Çünki çox vaxtı bunların altında yatan bir səbəblər olur ki, və bu araşdırılarla tapıla bilir. Əgər araşdırıla bilmirsə, müəyyən prosedurlardan keçmirsə, müəyyən diaqnostikadan keçmədikdən sonra keçmirsə əgər, xəstədə qızdırma davam etsin, biz buna səbəb bilinməyən qızdırma deyə bilmərik. Mütləqdir ki, müəyyən proseslərdən keçsin, həkim tərəfindən bu araşdırılsın və ola biləcək təxminləri ya inkar eləsin, ya da təsdiq eləsin. Bundan sonra artıq qərar verilə bilər ki, bu səbəb bilinməyən qızdırmadır, yoxsa yox. Ümumiyyətlə, bu səbəb bilinməyən qızdırma əslində 20-ci əsrdə, xüsusilə də ortalarından etibarən araşdırılıb və baxılıb ki, bunun üçün bir kriteriya qoyulub ki, səbəbi bilməyən qızdırma ən azı 3 həftədən çox davam edən bir qızdırma olmalıdır. Və həkimin ya poliklinika müayinəsində bir həftə araşdıraraq tapmadığı bir qızdırmadır və yaxud stasionarda yatıb 3 gündən artıq, yəni 3 gün ərzində yatıb və 3 mütəxəssis baxdıqdan sonra araşdırılaraq tapıla bilmədiyi bir qızdırmaya səbəb bilinməyən qızdırma deyilir. Yəni, mütləqdir ki, 3 həftədə davam edən bir qızdırma olsun. Yoxsa 3 gündür, 4 gündür qızdırma davam edirsə, buna biz səbəb bilinməyən qızdırma deyə bilmərik. 3 həftədən çox davam etməlidir ki, biz ona səbəbi bilinməyən qızdırma deyək. Bu araşdırılmalıdır artıq. Səbəbi bilinməyən araşdıraq. Məsələn, deyək ki, sizin yanınıza bir pasiyent gəlib, gəlin bir pasiyent üzərindən danışaq ki, belə daha maraqlı olur da bir hadisə və yaxud siz öz təcrübənizdən də danışa bilərsiniz. Pasiyent gəlib ki, mən elə neçə həftədir, heç 3 demirəm, 5 həftədir, 6 həftədir, çox uzağa getmirəm. Mənim bibimin kürəkənində belə bir problem yaşandı ki, adamın qızdırması düşmür. 37, əvvəl yağ çox yüksək olur, 38-lərdə, 38 yarım, 39 və ya gəlir 37, 7, 37, 3, 37, 4, yəni 37-dən aşağı aylardır bu qızdırma düşmür. Axtarıram, tapa bilmirəm deyil. Nədir? Getmişəm həkimə, poliklinikaya və s. tapa bilmirlər. İlk öncə harda axtarırsınız onu və yaxud dediyiniz kimi 3 həftədə axtarılır, tapmırlar. Əslində bunu poliklinikada hər hansı bir terapevt, infeksion xəstəlikləri həkimi, yəni bunu ilkin olaraq baxa bilər. Yəni, nə etmək lazımdır? Birinci poliklinika olsun və ya özəl xəstəxana olsun və ya başqa böyük bir xəstəxana poliklinika şöbəsində olsun. Yəni, həkim birinci bunu xəstəni görəndə təbii ki, doğru düzgün anamnez toplanmalıdır. Bu xəstə harada yaşayır? Bakıda mı yaşayır, rayonda mı yaşayır? Rayonda yaşayırsa, kənd məhsullarından hər halda istifadə edir.
Məsələn, Azərbaycanda çox yaygın bir bruselyoz xəstəliyi var. Altda yatan bruselyoz ola bilər. Yəni eyni zamanda kənddə heyvanlarla təması varmı? Məsləki təmas ola bilər. Evdə də məsələn ev heyvanları saxlaya bilər. Heyvan təması ola bilər. Məsələn, it, pişik cırmaqlaya da bilər. Bu da bir qızdırma verə bilər. Yəni xəstəlikləri birinci hardan başlamaq lazım olmasa, birinci doğru düzgün anamnez toplanmalıdır. Söhbət etmək lazımdır. Söhbət etmək lazımdır. Gözdən qaçan bir şey varmı? Xəstə səyahət edibmi? Afrika ölkələrinin Orta Asiya səyahət edibmi? Bəlkə malyariya yoluxub gəlib orada və ya başqa bir gənə ilə keçən bir xəstəliyə yoluxub gəlib. Dəridə səpkilər varmı? Birinci sonra artıq fizik müayinəyə gedilməlidir. Xəstənin şikayətləri nədir? Baş ağrıları, oynaq ağrıları varmı? Əzələ ağrıları varmı? Təbii ki, bunlar detaylı bir şəkildə incələnməli. Xəstə həkim tərəfindən ciddi bir müayinə olunmalı və ondan sonra rutin bir qan analizlərinə göndərilməlidir. Yəni burada artıq qan ümumi analizi, qaraciyər, böyrək funksiyası testləri, bir rentgen mütləq lazımdır və bundan sonra artıq bir fikir yarana bilər ki, xəstədə nə kimi əlamətlər ola bilər, nə kimi xəstəliyin əlamətləri ola bilər və bir şey də söyleyeyim, yəni qızdırma deməmiz üçün 37 yarımın üzərində olmalıdır. Yəni qızdırma əslində 37 yarımdır. 37 yarımın altında olan qızdırmalara biz subfebril hərarət olaraq ona qızdırma kriteriyalarına daxil deyil və bunlar uzun müddət davam edə bilər. Düzdür, bəzən insanlar daha çox qorxduqları bu qızdırmada deyirlər ki, bu pis qızdırmadır, altda yatan bir adamı xəstəlik ola halsız bilər. edir. Bəli. Düz bu da araşdırılmalıdır. Təbii ki, elə insan var ki, heç onun xəbəri yoxdur ki, qızdırması var. Tam təsadüf nəticəsində bir dənə termometr yoxlayır və görür ki, qızdırması var artıq. Ondan sonra artıq narahat olmağa başlayır ki, məndə bu nə qədər müddətə davam etdiyini özü belə fərqində deyil. Amma təbii ki, termometrdə var, amma klinik olaraq hər hansı bir şikayət yoxdur və tərsinə də ola bilir. Halsız ola bilər, amma qızdırması temperaturu olmaya bilər. Temperatur səhər mi olur, günorta mı olur, axşam mı olur? Bu da vacib. Ümumiyyətlə, səhər temperaturun, axşam temperaturun arasında hardasa 0.5-1 dərəcə arasında fərq var. Normal insanlarda, xəstə olmayanlarda. Səhər çox olur, axşam? Axşam daha çox olur. Xüsusilə də saat 5-dən, 7-dən sonra daha çox olur və buna sirkadiyalı ritm deyilir. Bu bədənin özünün bir tənzimləmə prosesidir, temperatur tənzimləmə prosesidir ki, səhər-axşam bir fərq olur və bu normal sayılır. Yəni, qızdırmalı olan xəstələrdə də səhərlə axşam arasındakı o fərq qorunur. Yəni, bu ritm onsuz da bizim normal bir fizioloji bir prosesimiz. Yəni, bu o demək deyil ki, axşam 38 dərəcə olur. Yəni, səhər-axşam fərqi 0.5-1 dərəcəyə qədər fərq ola bilir. Ona görə hər zaman bu fərq normal sayılmalıdır. Bunu üstünə getmək lazımdır. Amma təbii ki, qızdırma əgər xəstəyə narahatçılıq verirsə, yaxın zamanda keçmiş bir infeksiyon xəstəlik varsa, məsələn, COVID dönəmində bilirik ki, COVID keçirən insanlar vardı ki, uzun müddət qızdırmadan narahat edirlər. Ümumiyyətlə, COVID dönəmində sanki başqa xəstəlik yox idi. Kim xəstələnirdisə, COVID-ə bağlanırdı və COVID olurdu. COVID də çıxırdı. Biri siz haqlısınız. Sadəcə COVID o qədər baskılamışdı ki, digər xəstəliklər artıq gizlənmişdi. Və digər xəstəlik olub, eyni zamanda COVID olma ehtimalı da yüksək olduğuna görə birinci növbədə COVID-lə həkimə başvururdular. Məsələn, deyim, şəkərli diabeti var, tiroid problemi var. Hətta bir çox xəstələr təsadüf nəticəsində onkoloji xəstəlik COVID dönəmində aşkar olundu. Yəni, insanların bəzən gərəksiz yerə tomoqrafi çəkdirməyi, yəni xəstənin erkən mərhələsində, amma başlanğıc bir onkoloji xəstəliyin də diaqnozundan qoyulmasına gətirib çıxartdı. Yəni, tam başqa bir xəstəliklə gedir, amma başqa bir xəstəlik də çıxa bilir. Çünki görüntüləmə yöntəmində bəzən erkən mərhələdə bunu tapmaq mümkündür. Amma yəni COVID dönəmi dediyim kimi, COVID-i keçirib sağlayan insanlarda uzun müddət hərarət olurdu və bunlar uzun müddət davam etdiyi zaman aylarla davam edirdi və çox vaxt öz-özünə də sağalırdı. Və bu buzlu şüşə termini var idi. COVID vaxtı çox dəbdə idi ki, məndə buzlu şüşə var, nə belə 40% buzlaşıb, 30% buzlaşıb. İndi biz adi qrip keçirəndə, soyuq dəymə olanda, biz gedib girmirik kataya. Bəlkə elə adi soyuq dəymə keçirəndə, qrip olanda da o buzlu şüşə olur. Əlbəttə, görünə ola bilərmi? Bütün virus infeksiyalarında, yəni hansı ki ağciyər tutulumu ilə gedən infeksiyona xüsusilə də məsələn COVID olsun, qrip olsun,
metapnevma virusu olsun, hansı ki biraz öncə yanvar aylarında bir Bəli, artış yayılmışdı. göstərmişdi, xatırlayırsınız. Dedilər yeni pandemiya olacaq. Qazaxıstanda da görülmüşdü, amma bu belə bir pandemiya səbəb olmadı, lokal epidemiyalar səbəb oldu. Onlar da məsələn ağciyərdə, hətta stemegalovirusda buzlu şüşə görüntüsü verir. Yəni biz hər qrip olana gedib tomoqrafi çəkin demirik. Hətta Covid dövründə də bunu demirik. Sadəcə insanlar özləri gedirdi və bəzi əslində naşı həkimlər də olurdu ki, yəni direkt tomoqrafiyə göndərdilər. Əslində və buzlu şüşənin faizini göstərən bir metod da yoxdur. Yəni bunu radioloqlar, indi mən sonradan özlərlə də söhbət etdiyim zaman insanlar o qədər bunu tələb elədilər ki, və məcburiyyətdən artıq o faiz yazmaq məcburiyyətində qaldılar. Yəni çünki onu ölçə biləcək, yəni görüntü faiz demək deyil. Sadəcə buzlu şüşə var, yoxsa yoxdur və bu biz kliniki əlamətlərə görə, təbii ki, oksigen saturasiyasına görə, tənəffüs çaşmamazlığına görə biz artıq qərar verə bilirik ki, bu xəstə hansı mərhələdədir. Amma buzlu şüşəyə görə müalicə edilmir. Çünki buzlu şüşə uzun müddət ağciyərdə görüntü şəklində qala da bilir. Bu göstəriş deyil müalicəyə. Yəni, müalicə hər zaman xəstəliyin əslində istər laborator olsun, istər radioloji görüntülər olsun, xəstəliyi müalicə eləmək üçün kifayət edən bir əsas deyil. Bu müayinə vasitələri deyil. Biz mütləq xəstəni klinikasına görə, yəni xəstəliyinə görə biz onu müalicə eləməliyik. Bir maraqlı sual da gəldi ağlıma. İndi bu səbəbi bilinməyən qızdırmalara qayıdacaq. Mix viruslar da olur. Misal üçün fevral ayında mən Saudiyaya getmişdim, Məkkəyə getmişdim. Və daha sonra bu yaxınlarda rəfiqəm oradan qayıtdı. O Ramazan ayında getmişdi. Və dedim, mən elə ağır xəstələndim. Dedim, nə idi xəstəlik? Dedim, tapa bilmədilər. Çünki orada hər millətdən insan var idi və orada bir mix virus gəzir ki, hamı oradan xəstələnib qayıdır. Belə hallar rastınıza yəni rastlaşmısınızmı belə hallarla? Çünki orada da uzun müddət dedim, şikayəti nədir? Dedi, heç nə, sadəcə qızdırmam var idi. Halsız dedim, amma yüksək qızdırmam var idi. Heç nə vurdum, axmırım, nə öskürmürüm, amma yüksək qızdırmam var idi və səbəbini tapa bilmirdilər. Və yüksək dozada antibiotik müalicədən sonra artıq biraz özünə gəldi. Yəni burada əslində bir elə fürsətdən istifadə edim. Ümumiyyətlə virus mənşəli bir infeksiyada antibiotik istifadə olmamalıdır. Ən azı 3 gün izlənilməlidir. Əgər 3 gün üzərində təbii ki, şikayətə davam edirsə, yəni viral bir infeksiyon olduğunu düşünülürsə, mütləq əslində bir həkim müayinəsində olmalıdır və rutin bir qan analizlərinə baxılmalıdır. Bir müayinədən keçməlidir. Əgər bakterial bir səbəb düşünülürsə antibiotik başlanmalıdır. Çünki antibiotiklər virusa təsir eləmir. O ki qaldı, təbii ki, ümrə ziyarətə gedən insanlarda daha çox orada dünyanın hər bir yerindən insanlar gəldiyinə görə fərqli virusları üzərindən gətirə bilirlər. Orada Covid də görülə bilir, malyariya da görülə bilir. Məsələn, meningokok infeksiyası var. Artıq Məkkəyə gedənlərdə meningokok peyvəndi tələb olunur ki, peyvənd vurulsun gedib orada, çünki meningokok insanlar toplusunun çox olduğu yerlərdə yayıla bilər və təbii ki, o daha da ağır və mortal seyr edə bilir, meningitə səbəb ola bilir, amma digərlərinin məsələn çox da belə deyək ki, ehtiyac yoxdur. Qrip görülə bilər, Covid görülə bilər. Koronavirusun digər növləri var, onlar görülə bilər. Hətta sarıhuma görülə bilər, o belə peyvəndi vurula bilir. Ancaq bunu dəqiqləşdirmək üçün mütləq buruna yaxma götürülməlidir. Və bunun üçün tək bir koronavirusa görə deyil, məsələn biz alışdığımız pandemiya dövründə koronavirusa görə götürülür. Multiplex respirator panel var, hansı ki eyni vaxtda bir 30 adda virus və bakteriyaları təyin edə bilir. Bir yaxma ilə. Bir yaxma ilə. Yəni onu tək bir bakteriya virusu aşkar eləmir. Yəni təbii kitlər də fərqli olur. Eləsində var 15 virusu təyin edir, eləsi var 30-u təyin edir. Bu hansı laboratoriyada hansı varsa. Amma bunlar yəni eyni zamanda geniş bir virusu və bakteriyanı eyni zamanda aşkar edə bilər. Təbii ki, ola bilər həm koronavirus, həm də qrip virusu da görülsün və yanaşı bir digər bakteriya da görülsün. Təbii ki, bu bizə bir yol göstəricidir, amma yenə də xəstənin klinik vəziyyətinə görə həkim tərəfindən dəyərlənir. Çünki bunların bəziləri kontaminat ola bilir. Məsələn, burundan alınan sürüntü stafilokokos aureus çıxır. Deyir, məndə stafilokok var, amma qızılı stafilokok deyirik. Mütləq buna qarşı antibiotik yazılır. Amma xəstənin o klinikası yoxdur və burunda normal florada da stafilokokos aureus var. Yəni klinik əlamətləri yoxdursa, ona qarşı biz müalicə eləməlidir. Mix infeksiya deyəndə, yəni virusla yanaşı o da görülə bilər. Bu mix infeksiya deyil, normal floradır. Aydındır. Doktor, belə bir sual verəcəm sizə. Sizin təcrübənizdən ən maraqlı hadisə ki, səbəbi bilinməyən qızdırma, amma altından filan xəstəlik çıxdı dediyimiz.
çox xəstəliklər var. Və Mən yaxud bunu daha da- çox hansını görürük altında yatan xəstəlik olaraq, səbəbi bilinməyən qızdırmanın altında? Əslində həm infeksion səbəblər çox çıxıb. Ümumiyyətlə səbəb bilinməyən qızdırmanın səbəbləri arasında, yəni daha çox infeksion səbəblərdir. Hal-hazırda artış göstərən revmatoloji xəstəliklərdir və onkoloji xəstəliklərdir. Amma məsələn onkoloji xəstəliklər artıq əlçatandır. Hər yerdə tomoqrafiya, ultra səs müayinəsi, MRT müayinəsi keçdiklərinə görə Tez bu diaqnoz 3 həftəyə qədər artıq diaqnoz qoyulur. Yəni bunlar çox da gecikmirlər. Və ona görə də bu müasir müayinə metodlarında bu yeniliklərə bağlı olaraq artıq xəstələri vaxtında biz tomoqrafiyada, MRT-dən keçir, diaqnoz qoya bilir və bunlar səbəb bilinməyən qızdırma kriteriyalarına girmir. Çünki artıq 3 həftə davam etmədən diaqnoz qoyulur. Yəni 3 həftədən əgər davam etmir, artıq bu səbəb bilinməyən qızdırma olaraq keçmir. Çünki orada mütləq də bir 3 həftənin üzərində olan bir qızdırma, 38 dərəcənin üzərində olan bir qızdırma olduğu vaxtda araşdırılarsa artıq diaqnoz qoyulur. İkinci revmatoloji xəstəliklərdir. Və bunların altında da qırmızı qurd eşələyi, vaskulitlər, stil xəstəliyi, hansı ki, məsələn, temporal arterit dediyimiz xəstəliklər səbəb bilinməyən qızdırmalar arasında revmatoloji səbəblərdən biridir. İnfeksion xəstəliklərdən də, məsələn, HIV infeksiyonu, spid dediyimiz, çox adam bunu yoxlamır, ya qorxduğundan, ya da şübhələnmədiyindən, amma mütləq yoxlamaq lazımdır. Məsələn, bu həftə ərzində mən 2-3 xəstədə HIV diaqnozu qoymuşam. O da səbəb bilinməyən qızdırma ilə gəlmişdi. Yəni, demirəm, gündəlik olur, amma yəni mütləq bu nəzərdə saxlanılmalıdır, yəni yoxlanılmalıdır. Yəni, diferensiasiya üçün vacib. Mütləq. Sonra, məsələn, bruselyoz. Azərbaycan endemik bir bölgədir. Bruselyoz mütləq ağla gəlməlidir. Tuberkuloz, vərəm. Tuberkuloz da yəni sanki belə ikinci plana keçmiş bir xəstəlik kimidir. Sanki çox adamın ağlına gəlmir ki, burada vərəm ola bilər. Və heç bir insana soruşanda ki, sizdə vərəm var, deyir ki, bizim nəsildə vərəm yoxdur. Yəni, bir nəfər görmədim ki, bizdə desin ki, bizim nəsildə vərəm var. O hesabına Azərbaycanda heç vərəm xəstəsi olmadı, amma əslində Azərbaycan endemik bölgədir və xüsusilə də Azərbaycanda bəzən dərman əksikliyi, doğru düzgün dərman istifadə etməmələri səbəbilə vərəm, dirəncli vərəm də var. Yəni, rezistent dərmanları davamlı vərəmlər və onlar da xüsusi mərkəzlərdə müalicə olunurlar. Yəni, vərəmi də mütləq düşünmək lazımdır. Endokardit. Endokardit. Mütləq səbəbi bilinməyən qızdırma olanlarda biz mütləq qan kültürü götürməli. Təbii ki, infeksion bir səbəbi. Qanın əkilməsi. Qan əkilməsi və bu tövsiyə olunur 3 set götürülsün. Yəni, 3 set nə deməkdir? Sağ və sol qollardan 3 dəfə götürülsün ən azı. Aerob, anaerob olaraq götürülür. Niyə görə 3 dəfə götürülür? Çünki birincidə bu negativ olub, digərində pozitiv nəticələnə bilir. Yəni, biz nə qədər çox götürməni bir o qədər doğru cavab ehtimalı artır. Qanda bir infeksiyonun olub-olmadığını şansını daha da artırmış ola bilirik. Çox götürməklə şansımız daha da artır. Aşkarlama şansını. Bəli, aşkarlama şansını artıra bilirik. Amma təbii ki, bunu dövlət xəstəxanalarında bu qədər qan kültürü götürən yoxdur, açığın deyək. Özəl xəstəxanalarda bu maddiyyat olduğuna görə çox adam bəlkə də imkanı yoxdur bunu eləsə. Amma bu rutindir. Bu biz belə deyək ki, olmalı olduğunu deyirik. Yəni bu şəkildə normal olduğu protokol qaydaları bu şəkildə də artıq nə şəkildə Azərbaycana buna riayət olunur, o ayrı məsələ. Və mütləq bir exo müayinəsinə də keçirilməlidir. Və əgər çox şübhəlidirsə, mütləq transezofageal dediyimiz qida borusu vasitəsilə girib ürəyin daha ətraflı bir qapaqlarını müayinədən keçirmək lazımdır ki, burada endokardit ola bilər. Yəni, bu da səbəblərdən biridir və mənim maraqlı xəstələrimdən, məsələn, biri elə endokardit olub. Maraqlı xəstələrdən biz söhbətimizi davam edəcəyik reklamlardan sonra. Bir də mənə maraqlıdır, bəzən olur ki, bu səbəb bilinməyən qızdırma gəlir, problem böyrəklərdə çıxır. Burada reflüks olur ki, buna bağlı da daha çox subfebril olur, amma yenə də uzun müddət davam edən qızdırma ilə də müşahidə olunur. Bu mövzuda da istəyirəm ki, siz öz fikrinizi bildirəsiniz. Bizim verilişimizin baş sponsoru var. Bu Ştada şirkətidir. Ştada şirkəti kalsium D3 nikamid, portağal və limon dadlı çeynəmə tabletlərini təqdim edir. Kalsium və D vitamini defisitinin profilaktikası məqsədi ilə həmçinin kalsium və D vitamini defisiti riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində kalsium və D vitamini qəbulu üçün nəzərdə tutulub. Kalsium D3
Nikomed 25 ildən artıq mövcuddur və sınanmış preparatdır. Təşəkkür edirik baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz Böyük Britaniya təhsilli idman həkimi Dr. Fərid Səlimovadır. Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. Buna da sınanmış bir metoda deyə bilərəm. Çünki artıq 2 həftədir özüm müalicəvi idmanla məşğul oluram və doğrudan da dəyişiklikləri hiss edirəm. Həm mental vəziyyətimdə, həm də fiziki olaraq. Buna görə də düşünürəm ki, bu mövzuda ümumiyyətlə idmana başlamamışdan əvvəl mütləq bir idman həkimi ilə bədəninizdə əzələlərinizin, ümumiyyətlə hansı idmanın sizə daha önəmli, daha uyğun olduğunu öyrənin, sonra idmana başlayın ki, əks halda mənim kimi travmalardan qalacaqsınız reabilitologların əlində. Beləliklə, sponsorlarımıza təşəkkürümüzü bildirdik. Fərid doktorun nömrəsi 055 318 83 94 və reklamlardan sonra söhbətimiz davam edəcək. Verilişin baş sponsoru Kalsi D3 Nikomed.